Sabah xeyirli olsun değerli traderler. Bugün aprelin 23'üdür ve beynəlxalq maliyyə birjasında bildiğiniz kimi səhər saatlarında bazar açılandan sonra qızıl sürətlərin aşağı doğru istiqamətini davam edir. Eyni zamanda neft yüksəldi. Yəni bildiğiniz kimi əslində hər dəfə söyləyirəm bunu. Neftin hazırki vəziyyətdə olması təbii deyil. Yəni əslində neft daha yüksək 130-150 dollarda olmalıdır. Sadəcə olaraq bunun güc strukturları var. Bunu saxlayır ki neft çox da möhkəmlənməsin. Təbii ki, bunu heç də uzun müddət saxlaya bilməzlər. Artıq Avropada krizislər başlayıb benzinlə bağlı. Gəlin keçək bu gün səhər saatlarında nələr baş verdi. Yəni qızıl səhər saatlarında 50 dollar aşağı endi və sürətlə 60 dollar yuxarı istiqamət alandan sonra yenidən 55 dollar, 60 dollar yenidən aşağı endi. Və dünən biz siqnal kanalında paylaşdığımız siqnallarla, yəni qızılda sell əməliyyatları işe düştü ve mükemmel gəlirdən nəticələndi. Bugün səhər saatlarında erkən alışları 4700 az önce 3'lərdən verdi və qısa bir gəlirdən nəticələndi. Hazırki vəziyyətdə yəni alış əməliyyatları 4710'lardan yuxarı formalaşsa, alışlar olacaq 4730'lara qədər. Satışlar isə təbii ki bugün 4693'dən aşağı formalaşarsa, hazırda 93-91'lərdən satış əməliyyatlarına girsəz daha məqsədə uyğun olar. Və siqnal kanalında biz siqnalları paylaşdıq və eyni zamanda açıqlama verdik ki, əgər 93'də selləri varsa, 91'də 3 qatını açsın, yenidən take profit'i qısa bir müddətdə qoysun, əgər 4710'larda alışları varsa. Və eyni zamanda əgər 4693'lərdən satış əməliyyatları varsa 4710'lara 3 qatını təyin eləsin və 15 dollara bir take profit qoysun. Eyni zamanda stop lossu da selin stop lossunu da həmin buy'ın take profitini təyin etsin ki, nəticədə yəni gəlirlə bağlıca. Bu GMT taktikasıdır. 3 qat gəlir, 1 qat ziyan. Keçək gümüşə. Gümüşdə də dünən satış əməliyyatları mükəmməl gəlirlə nəticələndi. Dünən az versə də bugün səhər saatlarında daha mükəmməl bir enişlər nümayiş etdirir. Bugün alışlar gümüşdə 76-400'lər, satışlar isə 75-500'lərdən də. Bitcoin'e gəldiksə dünən biz səhər saatlarında bir alış əməliyyatı olmuşdu. Ondan sonra saat 10'dan sonra yenidən bir alışlar gəldi, bir də alışlar gəldi. Yəni 3 alış gəldi. Təbii ki biz bunun siqnal kanalında ikinci alışına qədər yəni biz paylaşdıq və mükəmməl gəlirlər verdi. Bugün alışlar 78-100'lərdən, satışlar 77-300'lərdəndir. Neftə gəldikdə isə neft dünən biz satış əməliyyatlarını səhər saatlarını paylaşdıq. Qısa zaman ərzində, yarım saat ərzində satış əməliyyatları gəlirlə bağlandı. Sonradan alış əməliyyatları gəldi və biz alış əməliyyatlarından traderlər yüksək gəlirlərlə bazardan çıxdılar. Bugün hansı nöqtələrdən alış və satış əməliyyatları olacaq? Yəni 103 crude oil futures spotlardan gedir söhbət. Deməli 103.90'lardan erkən alışlarda, əsas alışlar 104.35'lərdəndir. Satışlar isə 102'lərdəndir. Euro dollara gəldikdə isə alışlar 1.17-100, satışlar 1.16-800'lərdəndir. Funtun rəqabəti 1.34-550'dən yuxarı formalaşsa, alışlar çox düzənli 1.34-950'lərdən yuxarı formalaşsa, alışlar da, satışlar isə 1.33-777'lərdəndir. Bugün nəzərdə çatdırım ki, mümkün qədər euro dollar, funt dollarda yəni ehtiyatlı olan nə üçün? Çünki səhər saat 10'dan demək 12:30'a qədər Avropada çıxan vacib xəbərlər var. Euro dollar, funt dollar üçün çox vacibdir. Hələlik inşallah görüşmək ümidi ilə sağ olun.